Artıq bir ilimiz başa çatdı, 2025-ci il. Doğrudan da ağır xəstələrlə, ağır ürək çatışmazlığı xəstələri ilə, qapaq xəstələri ilə, qapaq təmiri xəstələri ilə yadda qalan oldu. Personalımızın, sanitarlarımızın, şöbədəki tibb bacılarımızın, əməliyyatxana, reanimasiya komandamızın üzərinə ağır iş düşmüşdü və çox gözəl bir şəkildə bu işin altından çıxa bildilər. Ayın 31-idir. Hal-hazırda bütün burada işləyən personallarımız öz yerindədir. 24 saat xəstələrimizə xidmət göstərirlər. Mən hər kəsin buradan yeni ilini təbrik eləmək istəyirəm. Xəstələnməyəsiniz, can sağlığı arzulayıram. Hamını sağ-salamat, gözəl bir şəkildə evə yola salmağını arzulayıram.